Bu hakimiyyətdən canımızı qurtarmaq üçün bir cəbhəçi qardaşımızın fikrini paylaşacağım bugün sizlə. Bu metod məncə də hər kəsə uyğundur. Bu metodda nə həbs var, nə polis təqibi var, nə də qorxu var. İlk öncə səhifəmə abunə olmağı unutmayın. Azərbaycan Xalq Cəbhəsi Partiyasının funksioneri olan Qulu Məmmədli belə bir təklif edir. İlham Əliyevin 50 min trolu olduğu kimi bizim isə xalq olaraq milyonlarla sayımız var. Və biz bu saylardan istifadə edərək saxta profillər açıb bu hakimiyyətə qarşı mübarizə apara bilərik. Və burada heç bir həbs qorxusu yoxdur, heç bir polis təzyiqi qorxusu yoxdur və digər qorxularımız yoxdur artıq. 50 min nəfərlik bir troll şəbəkəsi yaradıbdır və bu troll şəbəkəsi İlham Əliyevin PR-ını aparmaqdadır sosial media üzərindən. Deməli ki, onlar da qəbul edirlər ki, gizli hesablar, saxta hesablar açıb onun hakimiyyətini tərənnüm etmək, yalanları tirajlamaq, müxalif siyasi paylaşımların, sosial paylaşımların ki, o paylaşımlarda hökumət və İlham Əliyev tənqid olunur, həmin paylaşımların rəy yerlərinə bu trolları doldurub, güya Azərbaycan xalqının düşüncəsini dəyişməyə nail olmaq istəyirlər. Deməli ki, və buna milyonlarla pul ayırırlar və buradan çıxan nəticə odur ki, sosial medianın bugünkü gündə imkanları və fəaliyyəti çox genişdir. Əziz xalqım, bizim mübarizədə qalib gəlməyimizin tək bir yolu bu hakimiyyətə qarşı bir olmağımızdır. Qulu bəyin də dediyi kimi, hal-hazırda sosial platformalardadır müharibələr də, mübarizələr də. Kimlər ki, bu hakimiyyətə qarşı mübarizə aparmaq istəyirsə, hər kəsin əlində telefon var. İstəsə, saxta profillərlə açıb bu hakimiyyətə qarşı mübarizə apara bilərik. Bu hakimiyyətdən narazı olan hər kəsi bu mübarizəyə dəvət edirəm. Hər şey bizim uşaqlarımızın gələcəyi üçündür. Bu hakimiyyət hamımızı öz siyasi qurbanına çevirib.